Hikmət sahibi olan Loğman, gənclik zamanında qul idi. Bu Loğmanın çox qəribə və gözəl moizələri var. Loğmanın ağası da bir zamanlar qul olduğu üçün Loğmanın vəziyyətini daha yaxşı anlayır və onun xətrini istəyirdi. Loğmanın ağası bir yemişi bölüb onun qarşısına qoydu ki, yesin. Loğman iştahla onu yeməyə başladı. Ağası bunu görüb fikirləşdi ki, yemiş yaxşı şirin çıxıb, bu da yeyib mənə vermir. Yemişdən bir dilim qalmışdı. O bir dilimi götürüb ağzına qoydu. Gördü ki, yemiş zəhər kimi və acıdır. Dedi, ey Loğman, sən bu acı yemişi necə iştaha ilə yeyirsən? Loğman dedi, ey ağam, bir ömürdür ki, sənin əlindən yalnız şirin yeyirəm. İndi bir dəfə acı yeyim, nə olar? Bir şey olmaz ki. Allah da insanları bəzən 50 il xəstəliklərdən uzaq, sağlıqda saxlayır. Daha yaxşı tərbiyələnmək üçün 2 gündə də onu xəstələndirir. Ey insan, niyə bu qədər ahuzar edirsən? Niyə bu qədər naşükürlük edirsən? Niyə bu qədər söyürsən? Allah deyir ki, ey insan, səni 50 il ehtiyacsızlıqda saxladım. İndi istəyirəm 2 günlük sənə qulaq burması verəm və əlində olanı alam. Bunu səni tərbiyələndirmək üçün edirəm. Niyə bu qədər ahuzar edirsən? Bunlar bizim üçün dərsdir. Bəziləri çox naşükürlük edirlər. İmam Rıza buyurur ki, ən tez cəzası verilən günah naşükürlük etməkdir. Əzizim, niyə bu qədər naşükürsən? Allah sənə nə qədər nemətlər veribdir? Biz nə qədər naşükürlük edirik bu nemətlər qarşısında? Bəzən məni və səni bir diş ağrısı biçarə edir. Niyə bunların hikmətini dərk etmirik? Günahlar var ki, neməti dəyişdirər və insanın əlindən alar. Onlardan biri naşükürlük etməkdir.